Əziz və dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Tigah qəsəbəsində magistral yoldan 500 metr məsafədə, əslində Balaxanı yoluna da yaxın düşür. 500 metr məsafədə 2,5 sotda 2 mərtəbəli, 2 ailənin, 2 qardaşın, 2 bacının rahat şəkildə yaşayacağı gözəl bir modern üsulda tikilmiş həyət evimiz satışa çıxarılır. Həyət pamet taşları ilə döşənir. Həyətinə 3 maşın, yəni rahat şəkildə yerləşir. Əkin üçün müəyyən qədər yerdə saxlanılır. Əkin üçün nəzərdə tutulmuş yerdə güllər və bəzi ağaclar da əkilib. Birinci mərtəbə ilə ikinci mərtəbənin arası monolit betondur. Birinci mərtəbə, ikinci mərtəbə istipolla təchiz olunur. İkinci mərtəbənin yuxarı hissəsi, dam hissəsi çornipoldur. Evin müəyyən yüngül, yəni təmir işləri qalır. Olar 5-6 min, yəni təmirə ehtiyacı var. Bunlar da hamısı qiymətli, yəni nəzərə alınacaq. Hal-hazırda birinci mərtəbədəyik. Bu gördüyünüz hissə studiya mətbəx edir. Birinci mərtəbənin havaları və qapıları qalır. Bunlar hamısı istipoldur. Birinci mərtəbə, otaq, mətbəx, salon, hamısı istipoluna təchiz olunur. Burada deski, uşaqlar üçün nəzərdə tutulmuş yataq otağıdır. Burada da böyük geniş bir yataq otağımız yerləşir. Kanalizasiya mərkəzi kanalizasiya xəttinə qoşuldu. Sənədlə torpağın saçlı fərqi yaşayır. Ara kəsmə də qoşa daşdı. Açıq şəkildə görsənir. Burada növbəti geniş bir yataq otağımızdır. Birinci mərtəbənin girişi addellidir. İkinci mərtəbənin girişi də yəni ayrıdır. İki ailə yəni tam rahat şəkildə yerdən yaşaya bilər. Qiymət də bugünkü gündə yerinə görə yaxşı qiymətlə satışa çıxarılır. Bu ərazidə elə bu evin sağ hissəsində də, sol hissəsində də torpaqlar satışda var. Bir sotunun qiyməti 15 min manatdır. 2 sot yarımın 30 mindən ifadə edir tək torpaq, boş torpaq sahəsi. İndi isə ikinci mərtəbəyə keçid edirik. Pilləkənin kənarlarının məhəccərinə qədər yığılır. Yerin 4 bir tərəfinə keçid etmək də mümkündür. Kürsülüdür, qoşa daşla tikilir, kəmər atılıbdır, monolit betondur. Aşağı yuxarı mərtəbə hamısı istipoldur, çornipoldur. Hal-hazırda ikinci mərtəbədəyik. İkinci mərtəbənin qonaq otağındayıq. Qeyd elədiyim kimi bir dənə ikinci mərtəbədə laminat işləri qalır, bir də qapı işləri qalır. Mətbəxi olduqca genişdir, çox mükəmməldir. Pəncərələrin hamısı şəbəkə pəncərələr, 4 bir tərəfdən qoşa daşla tikilib, çox səliqəli, çox gözəl dizaynla tikilib, şəxsi özünə tikilən edir. Yəni heç bir vaxt beləsini ev tikilib. Burada var, hamısı belə səliqəli formada. Karlı süngərdə qoydular, çox mükəmməldir. Otaqların sayı o qədər çoxdur ki, girirsən, tutarmaq bilmir. Burada da bir yataq otağıdır. Birinci mərtəbədə studiya mətbəxdir, sanuzeldir və 3 yataq otağıdır. Ümumilikdə 4 otaqdır. İkinci mərtəbədə 4 otaqdır. Burası sanuzel hissəsidir. Sanuzel çox qəşəng düzəltdilər. Sonra beləsinə yerində düzəltdilər. Burası isə növbəti otağımızdır. Birinci mərtəbədə aboydur, bir də qapılardır. İkinci mərtəbədə də qapılarla laminat qurulmalıdır. Qalan işlər hər biri görülür. Bir yolda olan nömrələrlə əlaqə saxlayıb, gəlib yəni evə baxa bilərsiniz. Şəxsi özünə tikilmiş, keyfiyyətli, gözəl bir ev axtarırsınızsa, onda bu fürsəti əldən verməyin, ideal qiymətli endirimdə olacaq. Diqqətiniz üçün təşəkkür edirəm. Sağ olun.